Yaxşı qızlardan güclü qadınlara biznes hekayələri rubrikasına xoş gəlmisiniz. Bu layihəni hazırlayarkən bir məqamı düşünürdüm. İş dünyasında qadınların davranışları çox zaman şəxsi seçimdən daha artıq bir şeydir. Çoxumuz bənzər situasiyalarda eyni qərarları verir, eyni reaksiyaları göstəririk və bəzən anlamırıq ki, bunun kökü illərlə bizə öyrədilən davranış modellərinə dayanır. Biz böyüyəndə sakit olmaq, uyğunlaşmaq, konfliktdən uzaq durmaq, yaxşı təsir bağışlamaq kimi mesajlar alırıq. İş mühiti isə tamam fərqli bacarıqlar tələb edir. Söz deməyi, sərhəd çəkməyi, özünü təqdim etməyi, qərarlı olmağı və çox qadın peşəkar həyatda çətinliklərlə üzləşəndə bunun səbəbini özündə axtarır. Halbuki məsələ çox daha genişdir. Bu rubrikada biz həmin nüansları mərhələ-mərhələ açacağıq. Niyə qadınlar bəzən öz bacarığına baxmayaraq geri çəkilirlər? Niyə bəzi davranışlar çox səmimi görünsə də karyera üçün maneəyə çevrilir? Və ən önəmlisi, bunları necə dəyişmək və daha güclü, daha görünən qadın kimi irəliləmək mümkündür? Hər buraxılışda real hekayələrdən, uzun illər müxtəlif ölkələrdə qadınlarla çalışan mütəxəssislərin müşahidələrindən və ən əsası gündəlik həyatımızda tanış olan situasiyalardan danışacağıq. Burada məqsəd kimisə tənqid etmək deyil, əksinə özümüzü daha yaxşı tanımaq, hansı davranışların bizə xidmət etdiyi, hansının artıq köhnə vərdiş kimi yükə çevrildiyini görməkdir. Bu layihədə söhbət sadəcə iş həyatından getmir. Bu öz gücünü tanımaq istəyən yaxşı qız obrazından yetkin qadın liderliyinə keçmək istəyən hər bir qadın üçündür. Əgər sən də bu yolun sənin üçün nə ifadə etdiyini öyrənmək və özünü kəşf etmək istəyirsənsə, bizi izləməyə davam edə bilərsən. Qarşıda çox maraqlı mövzular var. Özünüzü ifadə etmədən tutmuş sərhədlərə, görünməz iş yükündən tutmuş liderliyə qədər. Hazırsınızsa başlayaq. Amma bu yol sizin təcrübəniz və suallarınızla daha da rəngarəng olacaq. Ona görə də əlaqədə qalın. Hələlik.